Bu həmzə ki getdi, bu həl həmzənin ki istifham mənası var idi, hələ verdi. Həmzənin ki o istifham mənası var idi, onu hələ verdi. O qədər bu mənanı hələ verdi, həl istifhamiyyə verdi. Ta həl bu xəyala düşdü ki, bəli, o özü də istifham mənasınadır. Yadından çıxdı ki, mən ədatı istifham dördüm, qədi təhqiqiyyə idim. Bu yadından çıxmışdı. Ədat istifham həm ismə daxil olar, həm də feilə. Sonra ki feili gördü, eynən o filin Hindistan yadına düşən kimi yuxudan oyandı. Feili ki gördü dedi, mən qəd mənasına idim, mən əbədən ismə daxil olmaram. Burada həmin o mütəvvəlin dediyi məsəl yerinə düşür ki, feil deməli Hindistan yadına düşdü və yuxudan oyananda Hindistan yadına düşdü. Bu mətləbin xülasəsi idi ki, mütəvvəldə bəyan olunub. Bəs həl, feil və ism arasında müştərəkdir. Niyə görə müştərəkdir? Çünki həmzə istifham mənasını idi. Ona görə həmzə istifham mənasına ki oldu, mümkündür həm ismə daxil ola, həm də feilə daxil ola. İştiğal babında ki feilə gözü düşür, feilə məxsus olur. O zaman filin yadına Hindistan düşür. Deyir ki, mən əslində qəd mənasına idim və qəd ismə daxil olmaz. Qəd müxtəsib feildir. Feilə məxsus olan deməli bir ədatdır. Mən feilə məxsusam. Ona görə də mütəvvəl bu mətləbə racic çox qəşəng, çox gözəl təbir deyib. Bəli, həl ləfzi elə ki feili gördü, rəfiqi qədimi yadına düşdü. Fil kimi, filin Hindistan yadına düşən kimi o qədimki dostluğu yadına düşdü ki, mən həmişə qəd mənasınıyam. Və feil mənimlə rəfiqdir. O yadına düşdü. Əl-ilfəl məluf, ilf yəni rəfiq mənasındadır. Yəni o rəfiqi ki onunla aşina idi yadına düşdü. Pəs xülasə burada tənaqüz yoxdur. Bu barədə mükerrəratda da xeyli geniş məlumat verilib. Bəli, buyurur və la yunafi haza. Yadda saxla ki, ismi işarə müfrəd məcmui mətləbə qayıdır. Yəni o mətləbin məcmusuna işarədir. Yəni bu ki deyirik həl isimlə feil arasında müştərəkdir. Bu deyilən məsələdə münafat yoxdur. Yəni ziddiyyət yoxdur, təzad yoxdur, paradoksal yoxdur, paradoks yoxdur. La yunafi ma, münafat yoxdur. O şey ki səyati bi babil fi babil iştiğal. Yəni burada deyilən mətləbin o ki iştiğal babında gələcək, o mətləblə münafat yoxdur və tənaqüzü də yoxdur. Yəni burada deyilən mətləbin o iştiğal babında gələcək mətləblə heç bir ziddiyyəti yoxdur. Min, bu mini bəyaniyyə masəyətini bəyan eləyir. Min ki gəlib burada, o həmin o masəyətini bəyan eləyir. Yəni o şey ki gələcək iştiğal babında onu bəyan eləyir. Yəni o ki bab iştiğalda deyiləcək, o nədir? Min ixtisasihi, zəmir həll ləfzinə aiddir. Deməli, min ixtisasihi bil feil ki, orada deyir həl feilə müxtəssidir və ismə daxil olunmur. Niyə la yunafi? İndi la yunafinin illətini deyir. Liənnə zalikə, yenə bu zalikəni məcmui mətləbə vur. Yəni o mətləbin məcmusuna vur ki, yəni bu həll ləfzinin feilə ixtisas tapması, yəni məxsus olması, onu denən heysu kana fi həyyiziha feilün. Həyyiz yəni ətraf, dövrə. Zəmir də hələ qayıdır. Həl ədatına. O həlin ixtisası o vaxtıdır ki, həl öz ətrafında feili görə heysu kana fi həyyiziha feilün. O vaxtı ki, o zamanı ki, deməli həl feilə ixtisas tapar, o zamanı ki, həl öz ətrafında deməli feili görər. Yəni həl ləfzi öz ətrafında feil görəndə ona məxsus olur. Həmin iki feili gördü, görcəyin yadına Hindistan düşdü o fil kimi. Orada feilə müxtəss olur. Çünki feil orada mövcuddur. Misal üçün, həl zeydən zərəbtəhu, zərəbtəni ki gördü, dedi ki, bu zeydənə nəsb ver, çünki mənə feil lazımdır. O təqdirdə ki, biz zərəbtə feili götürürük ki, bu həl ona daxil olur, çünki müqəddərlə məzkur bir şeydilər. Yəni feil istər təqdirdə olsun, istərsə də ləfzən görsənsin, fərqi yoxdur. Məsələn, zərəbdə təqdirdə də olsa feildir, məzkurda da olsa, yəni zahirdə də görünsə, elə feildir. Təqdirdə, yəni dillə deməli tələffüz olunmur, nə də gözlə görünmür.
Bir də var ki, məsələn, ləfzən, yəni tələffüzdə deyirsən zərəbdə. Eyni zamanda kəlamda da gözü ilə görürsən. Bu ləfzən olur. Bəli. Qalə Hurrəzi deməli buyurur, bu bəyan mərhum Rəzinin malıdır. Allah rəhmət eləsin mərhum Rəzini ki, şiənin fəxridir. Qalə Hurrəzi buyurur, bu bəyan mərhum deməli Rəzinin malıdır. Rəzinin sözüdür ki, Rəzi şiədir. Rəzinin xeyli kitabları var. Amma xarab çap eləyiblər. Sərf elminə dair, nəhv elminə dair xeyli qiymətli və nəziri olmayan materialları var. Mərhum Rəzi o işgala cavab verir. Müstəşkil bu cür işgal eləyib ki, siz burada deyirsiniz, həl, isim və feil arasında müştərəkdir. Bab iştiğala yetişəndə isə deyirsən ki, həl feilə məxsusdur. Cavab həmin o idi ki, Cənab-ı Rəzi deyib və biz də onu deyirik. Deyib ki, nə xeyr, burada tənaqüz yoxdur. Tənaqüzdə 8 vəhdət istənilir. Bəs dedik ki, hərf iki qismdir. Ya isimlə feil arasında müştərəkdir, həl kimi, ya da ki, və muxtəssün. Muxtəssün ikinci qismdir. Və qah hərf muxtəssidir. Və hərfin müxtəss olması iki cür olur. Ya isimə müxtəssidir, ya da ki, feilə müxtəssidir. Və huvə əla qismeyn. Və o müxtəss iki qismdir. Muxtəssün bil əsmayı, ya isimlərə məxsusdur və feilə daxil olmaz. Nəhvu fi. Fi kimi ki, hərfi cərridir. Bil cərri və tənvini və nida və əl oxuduq ki, bu dediklərimiz feilə daxil olmaz. Yalnız ismə məxsusdurlar, ismə daxil olarlar. Nəhvu fi, yəni hürufi carrə. Nəhvu fi deyəndə, yəni hürufi carrə nəzərdə tutulur, cər verən hərflər. Nəinki təkcə fi, cərri hərfisi. Yox, buradakı deyir nəhvu fidən murad budur ki, yəni hürufi carrə, o cər verən hərflərin hər biri, cərf hərflərinin hamısı nəzərdə tutulur. Və bir dənə hərfi cərri deməklə, deməli, bütün o carrə olan o hürufatın hamısını özündə ihtiva eləyir. Və muxtəssün bil əfal və muxtəss olan hərfin digər bir qismi isə feilə məxsusdur və ismə daxil olmaz. Nəhvu ləm ki, ləm cazimə feilə məxsusdur, ismə əbədən daxil olmur. Pəs hərfi üç yerə təqsim elədi. Ya müştərək, ya muxtəs bi isim, ismə məxsus olan hərflər, ya da ki, feilə məxsus olan hərflər. Xülasə-i kəlam, hərf üç qism oldu. Ya müştərək olanlar, ya feilə məxsus olanlar, ya ismə məxsus olanlar. Vəl feilu yənqəsimu ilə səlasəti əqsamin. Feil üç qismə münqəsim olub. Müzariyun bu bir, maziyun elal qazın oldu, gəldi oldu mazin. Maziyun de əslində. Cəvariyun kimi ki dedik, danışdıq cəvariyun elal qaydasını, terapiya, müalicə üsulun ki, xidmət şərif üzə bəyan elədik, eynən o cürdür. Maziyun de əslində, zəmmə yaya ağır gəldi, səqil oldu, atdıq, iltiqay sakineyn oldu, deməli, o ki mörəbi deməli mütəhərrik idi, ya onun zəmməsi var idi məzmum, o gedəndən sonra ya sakin oldu, nun tənvindəki nunu sakinədir. Onların ikisinin arasında deməli iltiqay sakineyn oldu. İltiqay sakineynə görə deməli ya hərfi oradan həzf olundu, saqit olundu. Çünki mayyədulli əleyhsi var idi. Deməli nunu verdik. Yadan əvvəlki za var idi, ona nəql elədik və onun hərəkəsin deməli tabi oldu, hərəkəsinə oldu mazin. Bu üç dənədən artıq, bəli, bu iki və əmrün. Mazini deyəndən sonra və əmrün. Bu da üç, yəni feil ki üç hissiyə bölünür, üç qismə bölünür. Onun biri müzaridir, biri mazidir, biri əmirdir. Bu üç dənədən artıq feil yoxumuzdur. Zərəbə, mazi, yəzribi, müzari, ləm yəzrib də müzaridir, la yəzrib də müzaridir, həl yəzrib də müzaridir. Bəs bunların hamısı üç qismdən artıq deyir. Məsələn, deyərsən ki, həl yəzribu, məsələn, istifhamdır. Amma yox, əslində elə müzaridir. Müntaha ora həl istifhamiyə artırılıb başına. Ləm yəzrib də elə, məsələn, ləm caziməsiz elə müzari siğəsidir. Xülasə-i kəlam hamısı bunlar elə müzari idilər.
O müzari ki, ləmi, lası olmasına baxmayaraq müzari edilər. Müntəha o amillər gəlib ona daxil olub. Cəhddə, nəfidə, ondan sonra nəhidə, istifhamda və s. və ilaxir. Zəkərəl müsənnifu əlamatiha. Ha zəmiri o səlasiyə qayıdır. Əlamatihanın deməli zəmiri qayıdır o səlasiyə. Müzari, mazi və əmrə. Bu üç qismin hamısının əlamətlərin Cənab-ı Müsənnif zikr elədi. Müqəddimən əl-müzariyə vəl-maziyə ələl-əmr. Bu da Nırxı Şah Abbasıdır. Təqdim əzizi mən səbəb istəyir demişik. Səbəb ki dedik 5 dənədir. Buyurur ki müzari və mazi feilini əmr feilinə müqəddəm qərar verdi. Deməli niyə müqəddəm elədi və səbəbi təqdim nədir? İbarətə bax. Niyə bu iki dənəni müqəddəm elədi əmrə, əmr feilinə? Deməli lil ittifaqı əla i'rabil əvvəl. Çün hər şey ki ittifaqıdır, o şey şərifdir. Yəni o şeydə ki ixtilaf var, o şərif ola bilməz. O şeydə ki ixtilaf yoxdur, müttəfiqən qəbul olunur. İcma-i müslimin o şeyi qəbul eləyirsə, cəmaət tərəfindən qəbul olunursa, müttəfiqdilərsə o şeydə cəmiyyət, o şey şərifdir. Müzariədə niza yoxdur, çəkişmə yoxdur ki, mörəbdir. Yəni müzariənin mörəb olmasında bütün üləma-i nəf müttəfiqdirlər. Hamısı deyiblər ki, müzari siğələri mörəbdir. Ona görə o müzariəni həm deməli əmrə, həm də ki maziyə müqəddəm qərar verdi. Və bina-i sani, mazidə də ittifaqdır ki məbnidir. Bir nəfər də olsun tapılmaz ki mazinin məbni olmasında ixtilaf yaratsın. Hamı qəbul eləyir ki mazi feili məbnidir və hər şey ki ittifaqı ola, yəqinən o şey əşrəfdir, şərafətlidir. Hüsnət be ittifaqı məlahət cahan girift, Ari be ittifaq mitəvan cahan gerift. Hafizin şeiridir. Ayə var ki bir üzdən ittifaq elün, iftiraq eləmün ki fətəfsəlu fətəzhəbə rihukum. Ayədir səhv eləmirəmsə bu hədis şərifdir. Deyir fətəfsəlu fətəzhəbə rihukum. İftiraq eləmün, yəni ayrılıq salmın, mütəfərriq olmayın, deyir, bahəm ixtilaf eləmün, ayrı düşərsiniz və sizin o xoş ətrüz aradan gedər. Pəs ittifaq yaxşı bir şeydir. Ona görə də həm müzari mörəb olmaqda, həm də mazi məbni olmaqda ittifaqıdır. Müttəfiqən qəbul olunan məsələdir. Bu səbəbə görə əmr feilinə şərafətləri var bu iki dənə feilin. Əgər mərahilər vaha baxsın, bunun həm türkü çapı var, həm də farsı, həm ərəbi. Baxsın, orada deyir ki, əmr feilində ixtilafdır ki, aya mörəbdir, ya məbnidir. Zahirən bu məsələ şərh təfsirdə də, təsrifdə də var. İzrib mörəbdir, ya məbnidir. Bunun barəsində ixtilaf var, sərf alimləri arasında, nəhv alimləri arasında. Əmr qayibdə niza yoxdur. Çün əmr qayib müzaridir. Ona görə orada heç bir çəkişmə yoxdur. Bəs çün bu əmr feili ixtilafidir, ixtilaf var onda, qiyməti də, şərafəti də, yəni müzari kimi, mazi kimi deyir, şərafəti yazdı. Çün ixtilaf şərafəti və izzəti aradan aparan amildir. Vəl ixtilaf fi salis, salis ki əmr feilidir, onu da dedik ki, bunda deyir, ixtilaf var. O üçüncüdə, fi salis deyəndə, yəni o üçüncü nəzərdə tutulur. Əmrdə, əmr feilində ixtilaf var. Ta buracan həm müzarinin, həm də mazinin müqəddəm olmasının səbəbi deyildi. Dübarə deyirik ki, pəs müzarini niyə maziyə müqəddəm elədi? Cavab veririk ki, yenə əl-kəlam, əl-kəlam. Müzarinin maziyə şərafəti olduğuna görə təqdim olunub, müqəddəm qərar verilib. İndi onu deyir, və qəddəməl əvvələ əvvəl, yəni müzari və müqəddəm elədi müzarini li şərəfihi, müzarinin şərif olması səbəbinə, deməli müzarini mazi ilə əmrə müqəddəm elədi. Ya məsələn tək elə maziyə şərəfi olmasına xatir onu müqəddəm elədi. Çün müzarinin şərafəti var maziyə. Mazidən əşrəfdir, şərafətlidir. Nədə şərafəti var? Bil i'rab. Çün i'rab əmri vücudidir. Yəni vücudi bir işdir. Bina isə əmri ədəmidir. Yəni yoxluq işidir. Vücudun ədəmə yəqinən şərafəti var. İrab ki əmri vücudidir, yəni var olmaq
cəhətinə olan işdir. Bina isə yoxluq cəhətinədir, yoxluq məfhumudur. Vücudun ədəmə yəqinən şərafəti var. Varlığın yoxluğa şərafəti var, əşrəfi var. Varlıq, var olmaq əşrəfdir. Yəni varlıq yoxluqdan şərifdir. Fəqalə fi'lu müzari'in yəli ləm. Buyurur fe'l müzari'nin əlaməti budur ki, ləmdən sonra vaqe olar.